Avqustun 20-sində Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq. Naxçıvanda sabah demək olar ki, yağıntı ehtimalı yoxdur. Temperatur 31-34 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında hava yağmurlu olacaq. Əsasən gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə leysan xarakterli yağış yağacaq, intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 12-17, gündüz isə 20-25 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edir, xəbərdarlıqda deyilir. Azərbaycan rayonlarında avqustun 20-si gündüzdən əsasən də şimal və qərb rayonlarından başlayaraq 21 gündüzə qədər hava yağıntılı olacaq, bəzi yerlərdə intensivləşəcək, ayrı-ayrı yerlərdə şimşək çağacaq, dolu düşəcək. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından sel keçəcəyi istisna olunmur. Nazirlik qeyri-sabit havada əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.